Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Əhalinin nəzərinə xəstəxanalara qəbulla bağlı yenilik. Xəstəxanalara qəbul prosesi elektron formada həyata keçiriləcək. Xəbər verilir ki, bunu təbibin icraçı direktoru Vüqar Qurbanov jurnalistlərə açıqlamasında deyib. İlin sonuna qədər kağız daşıyıcılardan istifadə tamamilə dayandırılacaq, o deyib. Ağstafa rayonunda kafedə bıçaqlanma hadisəsi baş verib. Xəbər verilir ki, hadisə rayon ərazisində yerləşən kafelərdən birində baş verib. Kafedə xidmətçi işləyən rayon sakini 1982-ci il təvəllüdlü qadın şəxs iş yerində bıçaq xəsarətləri alıb. Qadın Ağstafa rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində həmin qadına kəsici deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən Qazax rayon sakini 30 yaşlı kişi cinsi saxlanılıb. Araşdırma davam etdirilir.